Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən bugün sizə Azərbaycan 3-11-ci əsrlər sosial-iqtisadi vəziyyət, bir də mədəniyyət mövzusunun izahlarını verəcəm. Gəlin ilk növbədə Azərbaycan şəhərləri haqqında, yəni 3-11-ci əsrdə Azərbaycan şəhərləri haqqında məlumat öyrənək. Şəhərlərimiz necə idi? Şəhərlərimiz ticarət yolları, karvan yolları üzərində tikilirdi. Şəhərlər içəri şəhər və bayır şəhər olmaqla iki yerə bölünürdü. Şəhərin mərkəzində bazar meydanı, bazar meydanına yaxın isə Cümə məscidi yerləşirdi. Bunlar bizim şəhərlərimizin, orta əsr şəhərlərimizin xüsusiyyətləri idi. İndi isə gəlin hər bir şəhərin xüsusiyyəti ilə tanış olaq. Təbii ki, xəritədə tanış olaq. Təxmini xəritəni qeyd edirəm və şəhərləri də təxmini olaraq qeyd edəcəm burada. İlk olaraq gəlin Dərbənd şəhəri haqqında məlumat verək. Dərbənd şəhəri təxmini olaraq bilirsiniz ki, burada yerləşirdi, düzdürmü? Dərbənd. Dərbənd şəhəri sizcə liman şəhəri idi uşaqlar? Əlbəttə, liman şəhəri də dənizin kənarında yerləşirdi. Xəzər dənizi. Xəzər. Bəli, ən böyük liman şəhər Dərbənd idi. Və Dərbənddə 10-cu əsrdə kanalizasiya sistemi olmuşdu. Dərbənd şəhəri nəyinə görə məşhur idi? Sualını versəz, kətan parça istehsalına görə Dərbənd fərqlənirdi. İkinci olaraq gəlin Bakı şəhərindən danışaq. Biz indi haradayıq? Bakıdayıq. Hansı qəsəbədəyik? Bir reklam da eləyək də. Hazırlığımıza qoşulmaq istəyənlər ünvanı qeyd eləyək. Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi. Eyni zamanda 121 nömrəli məktəbimizi xüsusi olaraq qeyd eləməliyik. Təbii ki, burada 121-dən olmayan şagirdlər də var. Onlar mənə çox pis baxırlar. Yaxşı, bütün Binə qəsəbəsinin məktəblərinə buradan səsləndirəm. Yaxşı, davam edirik. Bakı şəhərindən danışaq. Bakı ikinci liman şəhəri idi və Bakı nəyinə görə məşhur olacaq sizdən? Əlbəttə ki, neftinə görə məşhur olacaq. Bu da Bakı şəhəri haqqında verdiyimiz məlumat. Daha sonra gəlin Bərdə şəhəri haqqında məlumat verək. Bərdə haradaydı? İlk öncə əziz şagirdlər, diqqət yetirməlisiniz. Bərdə Kürün solundaydı, yoxsa sağındaydı? Sağındaydı. Təxmini qeyd edək burada Bərdə şəhərini. Bərdə. Bərdə Arranın şəhəri idi. Arran nə idi? Ərəblər Araz çayından yuxarıdakı torpaqlara Arran adını vermişdilər. Və Bərdəni bilirsiniz hansı şəhərlə eyniləşdirirdilər? Bağdad şəhəri ilə. Bərdə Arranın anası adlanırdı. Qafqazın ən böyük şəhərlərindən biri sayılırdı, baş şəhər idi və Bağdadla eyniləşdirilmişdi. Deməli, Bağdadla eyniləşdirilən şəhər hansı olub? Bərdə şəhəri olub. Bərdə eyni zamanda ərəblərin, belə deyək də, ərəb canişinliyinin mərkəzi də olub. Çünki xatırlayırsınızsa, əvvəlcə ərəblərin canişinliyin mərkəzi Dəbil şəhəri idi. Sonra isə Albaniya dövlətinin varlığına son qoyandan sonra 705-ci ildə onlar öz mərkəzini Bərdəyə köçürmüşdülər və 944-cü ildə Bərdədə faciə baş vermişdi. Slavyanlar faciə törətmişdilər. Bərdədə məşhur bir bazar var idi, Kürkü bazarı. O Kürkü bazarı dağılmışdı. Ümumiyyətlə Slavyan yürüşlərindən sonra Bərdə öz nüfuzunu itirmişdi və əvvəlki qüdrətini bərpa edə bilməmişdi. Bu da Bərdə şəhəri haqqında məlumat. Həm xəritədə göstərək, həm də haqqında məlumat verək ki, göz yaddaşınızdan biləsiniz şəhər harada yerləşirdi. Növbəti bir şəhər haqqında məlumat vermək istəyirəm. Gəncə şəhəri. Gəncə Bərdədən yuxarıda yerləşirdi. Gəncə. Gəncə şəhəri, siz bilirsiniz ki, 859-cu ildə bəli, məziyyətlərin iqamətgahı köçürülmüşdü Bərdədən. Hara köçürülmüşdü? Gəncəyə. Gəlsinlər. Uşaqlar oradasa gəlsinlər. Deməli, Gəncə olmuşdu məziyyətlərin iqamətgahı 859-cu ildə. Başqa Gəncə haqqında nə deyə bilərik? Eyni zamanda Səlcuq canişinliyinin mərkəzi olmuşdu Gəncə şəhəri. Gəncədə sənətkarlıq, ticarət inkişaf eləmişdi. Bax, Gəncə haqqında. Eyni zamanda hansı dövlətin paytaxtı olmuşdu? Şəddadi dövlətinin paytaxtı olmuşdu Gəncə və İslamla xristianlıq arasında strateji qalaydı. Biz bunu bir də kim üçün demişdik? Şəki hakimliyi üçün. İslamla xristianlıq arasında mübarizə meydanı demişdik Şəkiyə. İslamla xristianlıq arasında strateji qalaydı. Deyirik nəyə? Gəncə şəhərinə. Daha sonra hansı şəhər haqqında məlumat verək? Məsələn verək Təbriz şəhəri haqqında məlumat. Təbriz. Təbriz şəhəri ilk dəfə olaraq paytaxt olmuşdu. Bəli, Təbriz şəhəri Rəvvadi dövlətinin paytaxtı olmuşdu və Təbriz şəhəri
Bağdaddan üstün olduğu qeyd edilir. Baxın, Bağdadla eyniləşdirilən Bərdə. Bu ilə yadda saxlayarsınız. Bu Bağdad, bu Bərdə. Amma Bağdaddan üstün olan isə Təbriz idi və o nəyə bənzədilirdi? Saf qızıla bənzədilirdi. Bu da Təbriz haqqında məlumat. Deyir ki, Qafqazda Bərdə və Dərbənddən sonra ən böyük şəhərlərdən biri də Tiflis şəhəri idi. Tiflis. Və Tiflis o da Arran şəhəri hesab olunurdu və Tiflis suyu odsuz qızdıran müalicə hamamları ilə məşhur idi. Bəli, suyu odsuz qızdıran müalicə hamamları ilə məşhur idi. Növbəti məlumat verəcəyim şəhər Şamaxı şəhəridir. Şamaxı. Şamaxı şəhəri bilirsiniz ki, Şirvanşahlar dövlətinin paytaxtı olub. Burada da sənətkarlıq, ticarət inkişaf etmişdi. Bir də məlumat verim. Deməli, Naxçıvanla, burada Naxçıvan, Beyləqan, burada duluzçuluq, belə deyək də, məhsullarının inkişafına görə fərqlənirdi. Duluzçuluq məhsulları istehsal olunurdu və xaricə də ixrac olunurdu. Bu şəhərləri belə yadda saxlayırsınız. Bir də Səlcuq Əmirliyinin mərkəzi soruşulsa, Səlcuq canişinliyinin mərkəzi isə Gəncə ilə Beyləqan olub. Bu şəhərlərdə belə Səlcuq canişinliyin mərkəzi Gəncə, Beyləqan, duluzçuluq sənətinin inkişaf xüsusiyyətinə görə isə Naxçıvan və Beyləqan fərqlənmişdi. İndi isə keçək vergilərə, sonra isə torpaq mülkiyyət formalarına. 3 növ vergimiz var idi. Üşür, xüms, zəkat, bir də cizyə. Məncə bunun cizyəni bilirsiniz ki, bildiyimizdən başlayaq. Bəli, cizyə can vergisi idi. Xüms, zəkat, yəni belə deyək də, hər bir müsəlman öz əmlakına görə ödədiyi vergi xüms, zəkat idi. Üşür isə bəli, torpaqdan istifadəyə görə ödənilən məhsul vergisi idi. İndi burada bir məqam var, xüsusi bir məqam. Baxın, bu təbii ki 9-11-ci əsrlərdədir. Üşür, deməli, məhsul vergisi idi. Torpaqdan istifadəyə görə məhsul. Və sual ortaya çıxır ki, 7-8-ci əsrlərdə bəs ərəblərin dövründə məhsul vergisinin hansı idi? Xərac idi. Xərac. Və bunu fərqləndirin. 9-11-ci əsrlərdə üşürdü məhsul vergisi. 7-8-ci əsrlərdə ərəblərin dövründə isə xərac məhsul vergisi idi. İndi gəlin torpaq mülkiyyət formalarını keçək. Divan. Divani də adlanır. Bu dövlətə məxsus torpaqlar idi. Sonra, məsələn, iqta. Siz bilirsiniz ki, xidmət, bəli, siz deməyin, burada qarşılıqlıq yaranır ona görə. İqta xidmətin qarşılığında ödənilən, xidmətin qarşılığında verilən torpaq idi. Mülk. Mülk feodalların şəxsi torpaqları idi. İstəsəydilər satardılar, istəsəydilər bağışlayardılar. Sahibi mülkədar və ya malik adlanırdı. İrsən keçirdi, bəli, çünki şəxsi torpaqları idi. Sonra icma. Bəli, bizi kimi keçən dəfə də dediyi ərəblər dövründə kəndlilərə məxsus torpaqları idi. Kəndli. Daha sonra vəqif. Vəqif dini idarələrə, məscidlərə, müqəddəs yerlərə məxsus torpaqları idi. İlcə, hami də buna deyilir. Baxın, çox sadə bir tərifi var bu torpaqların. Əvvəllər kəndlilərə məxsus idi. Sonradan ərəb feodallarının əlinə keçibsə, bu torpaqlar necə adlanacaq? İlcə hami. Bir də deyirəm, əvvəllər ərəb feodallarının kəndlərə məxsus idi. Sonra isə ərəb feodallarının əlinə keçirsə, bu torpaqlar ilcə hami torpaqları adlanır. Bir də qaldı xalisə. Xalisə və ya xasta deyə bilərik buna. Bu torpaqlar isə şah və onun ailəsinə məxsus torpaqlar idi və yaxud da deyə bilərik, sülalələrə məxsus torpaqlar idi. Bu da bizim torpaq mülkiyyət formalarımız. Kəndlilər bu dövrdə iki yerə bölünürdü. Azad kəndlilər, bir də aslı, yəni uluc. Azad kəndli, bir də uluc, yəni aslı kəndli. Azad adından bəllidir. Azad kəndlidir. Gəlin, keçin. Azad, azaddır. Uluc kəndli isə nədir? Aslı kəndlidir. Bir qayda olaraq hər iki kəndli qrupu vergi ödəyirdi. Amma biri düzənlik ərazidə yaşayırdı, digər isə dağlıq ərazidə. Gəlin bir asan yolla bunu yadda saxlayaq. Baxın, məhsul daha çox vergi ödəyəcəksə, bu gərək düzən ərazidə yaşasın axı, düzdürmü? Əsasən də vergini ödəyən təbəqə hansı idi?
Aslı kəndli. Aslı kəndli deməli hansı ərazidə yaşayacaq? Düzən ərazidə. Düzən. Amma Azad kəndli dağlıq ərazidə. Düzdür. Aslı kəndi düzən ərazidə yaşayacaq ki, daha çox məhsuldarlıq əldə etsin, məhsullardan daha çox nəticə əldə etsin. Azad kəndi də dağlıq ərazidə yaşayacaq. Və bu dövrdə 9-11-ci əsrlərdə vergi toplamaq üçün ayrı-ayrı şəxslərə verilmiş icazə sənədi qəbalə adlanırdı. Qəbalə. Lazım gəlsə bir də deyim. Deməli, ayrı-ayrı şəxslərə vergi toplamaq hüququ. Yəni, bir sənədə imza çəkir, deyir ki, mən sənə ixtiyar verirəm ki, gedib vergini sərbəst şəkildə toplar. Yəni, kimsədən vergi tələb eləyəndə sənə deməsinlər ki, sən kimsən, nəçisən, o da sənədi çıxardıb göstərəcək ki, mənə bu hüququ verilib ki, mən vergi toplamaq hüququna malikəm. Bu, sənəd qəbalə adlanırdı. Bu, bizim birinci mövzumuz sosial-iqtisadi vəziyyət haqqında, belə deyək də, izahımızdır. İkinci mövzumuz isə Azərbaycanda 3-11-ci əsrlərdə mədəniyyətdir. Gəlin ilk növbədə yazı ilə tanış olaq. Görək Atropatenada hansı yazıdan istifadə olunub, Albaniyada hansı yazıdan istifadə olunub. Atropatenada Sasanilər dövlətində olduğu kimi Pəhləvi yazı sistemindən istifadə olunub. Amma Albaniyanın yerli yazı növü olub. 52 işarədən ibarət olub. Bəs bunu nə sübut edirdi ki, Albaniyanın yerli yazısı olduğuna? Bəli, 3-cü əsrdə Romaya göndərilən məktub, bir də 5-ci əsrdə Alban dilində tərtib olunmuş fərman. Bəli, bunlar sübut edirdi ki, Albaniyanın yerli yazısı var. Onu da qeyd edim ki, Musa Kalank adlı tarixçi deyirdi ki, yazıya malik olan xalqlar sırasında Romalılar, Yunanlılar, İspanlar, Midyalılar, Albanlar, bunlar yazıya malik xalqlar hesab olunurdu. İndi isə gəlin keçək memarlıq abidələrinə, mədəniyyət yəni. Deməli, 3-11-ci əsrlərdə, daha doğrusu 3-7-ci əsrlərdə, 3-11 ümumi anlayışdır. 3 artıq, belə deyək də, 7 isə məhz Sasanilər dövrünü xarakterizə edir. Yəni, Sasanilər dövründə gəlin görək hansı memarlıq abidələri olub. 1. Məsələn, Dərbənd, Samur, Şirvan sədləri, hamısını yazmalıyıq. Dərbənd, Samur, Şirvan sədləri. Düzdürmü? İkinci bir şey, Dərbənddə Narın qala. Dərbənddə Narın qala. Sonra Şəkidə Kiş məbədi. Şəkidə Kiş məbədi. Sonra İsmayılıda Cavanşir qalası. İsmayıllı Cavanşir. Bunu bilirsiniz yadda saxlayın. 2 insan adı. Baxın, İsmayıl, Cavanşir. Belə yadda saxlaya bilərsiniz. Sonra Ağdamda Govurqala. Ağdamda Govurqala. Daha sonra Ağdərədə Çarapgert. Laçında Laçın. Ağoğlan. Ağoğlan məbədi. Laçın necə oğlandı? Ağoğlandı. Belə də yadda saxlaya bilərsiniz. Daha sonra Etçiməcində Göy Mələkləri məbədi. Etçiməcində Göy Mələkləri məbədi. Göy Mələkləri məbədi. Və Qazaxda bəli, Yuxarı Əskipara kəndi yaxınlığında qala kompleksi. Xocavənddə Amaras monastırı. Amaras monastırı. Şabranda bəli, Şabran, Çıraq, qala. Qaxda da Torpaq qalaydı. Qala. Bitti. Bu bizim 3-7 Sasanilər dövründə olan, belə deyək də, memarlıq abidələrimiz. İndi isə keçək Ərəblər dövründə olan abidələrə. Ərəblər dövründə, yəni ərəblərin dövrü deyəndə neçənci əsrlər başa düşür uşaqlar? 7-8-ci əsrlər. Ərəb ağalığı dövrü. Bərdədə Tərtər çayı üzərində körpü.
Bəli, Bərdədə Tərtər çayı üzərində körpü. Körpü. Sonra Şamaxıda Cümə məscidi. Şamaxı Cümə məscidi. Sonra Tiflisdə hamam kompleksi. Tiflis hamam kompleksi. Bitdi. 3 dənə abidədir. Şimdi isə keçək 9-11-ci əsrlər. 9-11-ci əsr memarlıq abidələri. Lerikdə Oğlan qala. Lerik haradadır? Burada. Lerik Oğlan qala. Şamaxıda Sündü məscidi. 920-ci ildə Şamaxıda Sündü məscidi. Sonra Cəbrayılda Xudafərin körpüsü. Xudafərin 1027 və Naxçıvanda Əlincə qalası. Bu da 9-cu əsrdir uşaqlar. Bu da bizim 9-11-ci əsrdə olan memarlıq abidələri. Bunları əzbər şəkildə yazaraq yadımıza saxlamalıyıq. Baxın, mənə kimi 3 dəfə, 4 dəfə siz də yazsanız, bütün məlumatlar çox gözəl şəkildə beyninizdə qalacaq. Ağdamda Gövurqala. Yazmamışıq? Yazmışıq. Ağdamda Gövurqaladır. Ağdamsa ona görə gedirik. Bəli? Gəncə qalası yox. Gəncədə 1063-cü ildə İbrahim Osmanoğlu'nun tikdirdiyi Gəncənin qala qapıları. Düzdürmü? Deməli, Gəncə 1063 İbrahim Osmanoğlu'nun belə deyək də, bəli, Gəncə qala qapılarının hazırlanması. İndi isə gəlin, belə deyək də, xalça haqqında məlumat verim. Bilin ki, 2010-cu ildə, bizə yaxın olan bir nəhayət ki, gəlib tarixi hadisə ilə qarşılaşdıq. 2010-cu ildə, bəli, Azərbaycan xalçası UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdi və Çin Azərbaycanı iri xalçacıq mərkəzi kimi adlandırmışdı və birinci Xosrov Ən-Nişravaninin xalçaları, Xosrovun Baharı adlı xalçası, öz inkişafını 4 fəsil adlanan Təbriz xalçalarından götürmüşdü. Daha sonra məlumat vermək istəyirəm Kitab-ı Dədə Qorqud dastanı haqqında. Bu haqda məncə ədəbiyyatdan da müəyyən qədər anlayışınız var. Əsas odur ki, bilin ki, Dədə Qorqudun qəbrinin Dərbənddə görənlər kimlərdir? Bu, Osmanlı səyyahı Övliyə Çələbi və Alman səyyahı Adam Olyar olmuşdu 17-ci əsrdə. Daha sonra isə Kitab-ı Dədə Qorqud dastanının bəzi boyları ilə tanış olaq. Bu, məsələn, Bəkir oğlu İmran boyu. Mən istəyirəm ki, bunları yazım, məlumat verim. Keçmişsiniz ədəbiyyatdan? Onu keçmişsiniz. Onun filmi də var. Baxmışsınız? Bəli. Deməli, məsələn, baxırıq, elə sizin bildiyiniz boydan başlayaq. Salur Qazanın evinin yağmalanması boyu. Salur Qazanın evinin yağmalanması boyu. Burada məqsəd nədir? Bəli, ana haqqı ana. Bərabərdir nəyə? Tanrı haqqına. Ana haqqı Tanrı haqqına bərabər tutulmuşdur. İkinci bir boya baxaq. Məsələn, bəli, Qanlı Qocaoğlu Qanturalın boyu. Qanlı Qocaoğlu Qanturalın boyu. Görürsünüz burada qandan, nə bilim, vurmaqdan, sanki qırmaqdan söhbət gedir. Bəli, Oğuz-Trabzon münasibətləri, Bizansın məkirli siyasəti, yəni belə deyək də, bu münasibətlərdən, bəli, Oğuz dövlətindən, Oğuz-Trabzon münasibətlərindən, Bizansın məkirli siyasətindən burada söhbət gedir. Daha sonra keçirik, məsələn, Qanlı Qocaoğlu, yox, Qanlı Qocaoğlu dedik, Duxa Qocaoğlu Dəli Domrulun boyu. Fatimə oradan çaşdırır. Duxa Qocaoğlu Dəli Domrulun boyu. Qısa-qısa yazıram. Duxa Qocaoğlu Dəli Domrulun boyunda, burada qoca falan ifadəsindən biz nə yadda saxlaya bilərsiniz? Qocalar adətən yorulanda nə edirlər? Otururlar. Əhalinin oturaq həyatı, suvarma sistemləri, su dəyirmanları, bu məsələlərdən danışacaqsınız. Başa düşdünüz? Qısa şəkildə. Burada nədən danışdıq? Qırğın qiyamətdən, Qanlı Qocaoğlu. Qan nə vaxt döşülür adətən də? Yəni müharibə zamanı döşülür də. Oğuz-Trabzon münasibətləri, dava dalaş, qırğın qiyamət. Burada Duxa Qocaoğlu. Qocadan götürəcəksiniz oturaq həyatı, su dəyirmanları. Sonra Salur Qazanın evinin yağmalanması boyu. Bəli, deməsəm də yadda qalacaq. Bir də qaldı Bəkir oğlu İmran boyu. Bəkir oğlu İmran boyu. Bəkir oğlu İmran boyunda da vətən sevgisi, yurt sevgisi ön plana keçir və o dövlət, belə deyək də, yurdun çətin zamanlarında insanlar o küsülülüyü unudurlar, birlik olurlar, dirlik olurlar. Bax, bu məsələdə
Bəkiroğlu İmran boyunda öz əksini tapır. Və son olaraq deyirəm ki, Kitabi Dədə Qorqud dastanının 1300 illiyinin keçirilməsi haqqında Ümummilli lider Heydər Əliyev 1998-ci ildə fərman vermişdi. 1300 illiyinin keçirilməsi haqqında. Və bu fərmana uyğun olaraq 2000-ci ildə Kitabi Dədə Qorqud dastanının 1300 illiyi keçirilmişdi və Bakıda Dədə Qorqud parkı açılmışdı və 2013-cü ildə isə Dədə Qorqud abidəsi ucaltmışdı. Mənim bu mövzular haqqında verdiyim məlumat bu qədər. Dinlədiyinizə görə təşəkkür edirəm.